Hörmətli müəllimlər, dəyərli abituriyentlər, hər birinizi salamlayıram. Bugün sizə qədim Roma dərsini izah edəcəm. Kanalımıza dəstək olmaqda yana kanalı takip edib videoya yazmağı yaddan çıxarmayaq və dostlarımızla bölüşək ki, onlar da bu dərs haqqında geniş məlumatları olsun. Bildiyimiz kimi qədim Roma həm universitet qəbul imtahanlarında, həm də MİQ və sertifikasiya proqramında ən çox rastlanan mövzulardan biridir. Qədim Roma haqqında nələr danışacaq? Qədim Romanın yaranması, onun hansı tarixi proseslər dövrünə bölünməsi, qədim Romanın mədəniyyəti haqqında sizə müəyyən qədər məlumat verək. Demək, Roma burada yazdığımız kimi Apenin yarımadasının ərazisində yaranmışdır, yerləşirdi. Yunanistanla Romanın oxşar cəhətləri çoxdur. Qədim Roma ilə Yunanistan oxşar cəhətlərinin elə ilk əvvəl onu qeyd edelim ki, hər ikisi yarımada ölkəsidir. Niyə? Çünki Yunanistanda qeyd eləmişdik bundan əvvəlki dərsimizdə. Yunanistan Balkan yarımadasında, qədim Roma isə Apenin yarımadasında yerləşirdi. Demək, Alp dağları İtalyan şimaldan əhatə eləyirdi. Yarımadanın cənubunda Siciliya adası yerləşirdi. Belə desək ki, eramızdan əvvəl Yunanlar demək oranı Apenin yarımadası ərazisində yerləşən ərazini İtaliya, yəni buzovlar ölkəsi hərfi mənası olan buzovlar ölkəsi adlandırırdılar. Eramızdan əvvəl birinci minilliyin əvvəllərində Apenin yarımadasında fərqli tayfalar və xalqlar yaşayırdı. Amma bu xalqlar arasında ən inkişaf etmiş və özünü doğrultmuş xalqlardan biri hansı tayfadır? Etrusk tayfasıdır, adını da burada qeyd elədiyimiz kimi. Yarımadanın mərkəzində Latın tayfası yaşayırdı. Nəzərimizə çatdırsaq, belə desək, Roma tarixinin dövrləşmə prosesi 3 yerə bölünür. Mən burada birinci padşahlıq dövrünü yazmışam, birazdan pozub padşahlıq dövrünü geniş şəkildə izah edəcəm. Romada ən birinci dövr Roma şəhərinin salınması ilə bağlı, yəni Romul və Rem qardaşların adı ilə bağlıdır, daha doğrusu Romulun adı ilə bağlı idi. Eramızdan əvvəl 753-cü ildə Roma şəhərinin əsası qoyulub və Roma şəhərinin əsasının qoyulması ilə, yəni eradan əvvəl 753-cü ildən etibarən Romanın ərazisini təqvim, yəni tarixiləşmə, belə deyək, təqvim prosesi başlayıbdır, yəni dövrləşmə prosesi başlayıb. Eramızdan əvvəl 753-cü ildə Roma ərazisində ilk dəfə təqvim yaranıb. Məsələn, bu yenə Yunanistanla oxşar cəhətdə. Niyə? Yunanistanda eradan əvvəl 776-cı ildə ilk olimpiya oyunlarının yaranmasına 8-ci əsrin birinci yarısına, eradan əvvəl 753-də Romada yenə padşahlıq dövrünün yaranması ilə 8-ci əsrin birinci yarısına düşür, yəni belə deyək, təqvimin yaranması. Padşahlıq dövrü eramızdan əvvəl 753-dən eramızdan əvvəl 509-cu illərə əhatə edir. Sizə Romanın padşahlıq dövrü haqqında geniş məlumat verim. Özür istəyirəm. Padşahlıq dövrü Romada. Padşahlıq dövrü. Padşahlıq dövrü. Romada padşahlıq dövrü eramızdan əvvəl 753-cü ildən eramızdan əvvəl 509-cu illəri əhatə edir. Eramızdan əvvəl 753-cü ildə Tiber çayının sahilində Roma şəhərinin əsasının qoyulması ilə padşahlıq dövrü başlayıb və bu 509-cu ilə qədər davam edib. Bəs yaxşı, padşahlıq dövründə Romanı idarə edilməsi hansı nöqteyi nəzərdən olub və kimlər idarə edibdir? Demək, Romanı padşah və senat, yəni digər adı ilə ağsaqqallar, qısaca yazıram, ağsaqqallar şurası adlanırdı. Demək, eradan əvvəl 753-509-cu illə əhatə eləyir. Demək, padşah hökmdar idarə eləyirdi, padşahlıq dövrünü ölkəni və senat ağsaqqallar şurası idarə eləyirdi. Eynən Romada olduğu kimi, Yunanistan'da olduğu kimi, padşahlıq dövründə Romada da azad əhali iki təbəqəyə bölünürdü. Hansılardı? Bunlar patrisilərdir, bir də plebeylərdir. Bunlar əhali təbəqələrdir. Yadınızda saxlayın. Patrislər haqqında sizə məlumat verim. Patrislər kimdir? Romanın hakim təbəqəsi və ən qədim əhalinin nəslindən olanlar patrislər adlanırdı. Patrislər ən iri torpaq sahibkarları idi.
Bu padşahlıq dövründə vəzifələri yalnız patrislər seçilə bilirdi və senat adlanan ağsaqqallar şurasına yalnız onlar seçilə bilərdilər. Pater ata sözündəndir və Romanın ən qədim sakinləri adlanırdı. Bəs plebeylər kimlərdir? Plebeylər eynən Romada demosla müqayisə olunur. Onlar da azad əhalinin yoxsul təbəqəsidir. Plebeylər də Romada azad əhalinin yoxsul təbəqəsidir. Romaya başqa yerlərdən köçüb gələnlər və onların nəsillərindən idilər. Orduda xidmət edirdilər. Onlara torpaq payı verilmirdi. Varlıların torpaqları plebeylər tərəfindən icarəyə götürülür. Məhsulun yarısı vergi kimi onlara, yəni patrislərə verilirdi. Nəzərinizə bir daha çatdırmaq istəyirəm. Azad əhalinin yoxsul təbəqəsi Afinada demos, Romada isə plebeylər adlanırdı. Bəs Romada padşahlıq dövründən sonra hansı dövrü gəlir? Romada padşahlıq dövründən sonra Respublika dövrüdür. Eramızdan əvvəl 509-dan eramızdan əvvəl 260. 5-ci il, çox istəyirəm. Eramızdan əvvəl 27-ci ilə qədərki dövrü əhatə edir. Eradan əvvəl 509-dan eradan əvvəl 27-ci ilə qədərki dövrü əhatə edir. Eradan əvvəl 509-cu ildə Romalılar sonuncu padşahı və padşah hakimiyyətini devriblər, yəni üsyan qaldırıblar. Romada respublika quruluşunu yaradıblar 509-dan eradan əvvəl 27-yə, yəni imperiya dövrü yaranana qədərdir. Roma dövləti müəyyən müddətə seçkili orqanlar vasitəsilə seçilmiş adamların idarə etdiyi üçün Romalılar bu idarə etməni respublika, yəni belə desək, xalqın ictimai işi, xalqın işi, ictimai iş adlandırıblar. Bəs yaxşı, respublika dövründə patrislərlə plebeylər arasında mübarizə necə başlayıb və nə zamana kimi davam edibdir? Patrislərlə plebeylər arasında mübarizə eradan əvvəl 509-dan, eramızdan əvvəl 265-ci ilə qədər davam edibdir. Plebeylər respublikanı qurduqdan sonra yenə hüquqsuz qalıblar. Eynən padşahlıq dövründə olduğu kimi. Odur ki, respublika dövrünün əvvəllərində patrislərlə plebeylər arasında mübarizə başlayıbdır. Bu mübarizənin sonunda 200 ildən çox davam edən mübarizənin sonunda kitabınızda eradan əvvəl 3-cü əsr yazır, siz 265-də qeyd edə bilərsiniz. Mübarizə nəticəsində plebeylər qalib gəlib. İndi sual belədir. Plebeylər bu mübarizədə qalib gəldiyi vaxtdan etibarən, yəni plebeylər patrislərlə mübarizə apardı. Plebeylər patrislərə, yəni varlılara qələbə qazandı. Plebeylər patrislərlə mübarizə apardığı zaman plebeylərin əldə etdiyi uğurlar və yaxud da hüquqlar hansılardır? Hansı uğurları qazanıblar? Plebeylərin qazandığı uğurlar hansılardır? Eramızdan əvvəl 5-ci əsrdə plebeylər öz müdafiəçiləri olan xalq tribununu seçə bilirdi. Və belə deyək, xalq tribununu seçmə hüququ əldə ediblər. Eramızdan əvvəl 3-cü əsrdə qanun qarşısında bərabərliyi əldə ediblər. Belə desək, bütün Roma vətəndaşları qanun qarşısında bərabər idi və digər, bura qeyd edirəm, eramızdan əvvəl 3-cü əsrin birinci yarısında, yəni 3-cü əsrdədir, Romanın tam hüquqlu vətəndaşı olublar və istədiyi vəzifə tutmaq hüququ əldə ediblər. Bunu yadda saxlayaq. Mən buradan davam eləmək istəyirəm sizə. Bura diqqətlə baxaq, oxşarəsi qoyduğum yerə. Eradan əvvəl 3-cü əsr Roma, eradan əvvəl 6-cı əsrin əvvəli Yunanistan, yəni 594-də Solon islahatlarını nəzərdə tuturam. Oxşar cəhət nədir? Vətəndaşlıq, yəni kasıb əhalinin, burada plebeylərin, yəni Romada plebeylərin, Yunanistan'da isə demosların vətəndaşlıq hüququ əldə edilməz. Eramızdan əvvəl 3-cü əsrin birinci yarısı Roma, bir daha buranı qeyd edirəm, oxşarəsini baxın. 3-cü əsrin birinci yarısı Roma, eradan əvvəl belə deyək 5-ci əsrdə, yəni Periklin strategili dövrünü nəzərə alıram. Roma üçün oxşar cəhət nədir? Əhalinin, kasıb əhalinin istədiyi vəzifəni tutmaq hüququ əldə etməsi. Amma fərq nədədir? Romada insanlar Yunanistandakı kimi vəzifə tutmağa maraqlı deyildilər. Səbəb qəbul imtahanlarında çox rastlanılır. Yunanistanda insanlar vəzifə tutmağa maraqlı idilər. Ona görə ki, Yunanistanda vəzifə görə əmək haqqı verilirdi. Amma
Romada vəzifəyə görə əmək haqqı verilmirdi. Bunu yadımızda saxlayaq. Bəs yaxşı. Romada Respublika dövründə idarəçilik hansı qaydada idi? İdarəçilik kimlər idarə edirdi dövləti? Ümumiyyətlə bunlara diqqətlə nəzərə salaq. Romada Respublika dövründə idarəçilik. İdarə etmə sistemi. İdarə etmə sistemi. Senat, yəni Ağsaqqallar Şurası. Xalq yığıncağı. Konsul. Bir də fərqli bir rəhdə qeyd edelim. Bir də tribun. Bunlar haqqında sizə məlumat verim. Senat. Senat çox geniş səlahiyyətlərə malik olub daxili və xarici siyasətə, maliyyə işlərini nəzarət edirdi. Müharibə və sülh məsələlərini idarə edən Senatdır. Hazırladığı qərarları səsə vermək üçün xalq yığıncağına təqdim eləyirdi. Xalq yığıncağı. Romanı idarə etmək üçün hər il 2 konsul seçilirdi. Senatın hazırladıkları qərarı müzakirə eləyərək səs verirdi. Konsul. Konsul Roma dövlətinin, düşünün ki, yəni konsul Roma dövrünün prezidentidir. Belə düşünsəz daha yaxşıdır. Çünki prezidentin müasir dövrdəki prezidentlərin səlahiyyətlərini konsul olaraq icra edirdi. Məsələn, Roma dövlətini idarə etmək üçün 1 il müddətinə seçilirdi. Roma dövlətində, bura kənara qısaca bir şey qeyd edirəm, qeyd yazıram. Roma dövründə konsulla Yunanistanda strateq vəzifələrinin oxşar cəhətin sizdən soruşsa nədir? Müəyyən müddətə seçilmələrdir. Romada konsul, Yunanistanda strateq vəzifələrinin oxşar cəhəti. Konsulun funksiyaları nədən ibarətdir? Konsul 1 il müddətinə seçilirdi. Xalq yığıncağı tərəfindən patrisilər, yəni varlılar arasına seçilirdi. Müharibə zamanı qoşuna başçılıq edirdi. Əmin-amanlıq dövründə bütün məsələləri isə senatla məsləhətləşirdi. Yəni Ağsaqqallar Şurası ilə məsləhətləşirdi. Əsas məsələ bizim tribun hansı işə yarayırdı? Bu kasıb əhalinin tərəfini tutan. Bizim də tərəfimizi tutan var imiş. Baxaq. Tribun eradan əvvəl 5-ci əsrin bunu qeyd edəcəm. 5-ci əsrin əvvəllərindən etibarən plebeylər, yəni kasıb təbəqə hər il öz müdafiəçiləri olan tribundan seçə bilərdi. Senatın və konsulun plebeylərə aid istənilən göstərişinə tribun veto qoya bilərdi. Veto siyasətdə qadağan edirəm, icazə vermirəm, ləğv edirəm mənasındadır. Hüququna malik idi. Tribunun öldürülməsi Romada ən ağır cinayət hesab olunurdu. Bəs yaxşı, Romada 12 lövhə qanunları nə vaxt qəbul olmuşdu? 12 lövhə qanunların mahiyyəti nədən ibarət idi? Romada 12 lövhə qanunlar. Eramızdan əvvəl 5-ci əsrin ortalarında Romada 12 lövhə qanunları qəbul olmuşdu. Bu Roma ərazisində ilk qanunlar məcəlləsi idi. Roma hüquq sistemi müasir dövrün prinsiplərindən, yəni 12 lövhə qanunları müasir hüquq prinsiplərindən uyğunlaşırdı. Niyə? Orada kitabımızda da baxsaq qeyd edir ki, əksi sübuta yetirilməyənə qədər insanlar günahsız sayılırdı. Təqsirləndirilən şəxslərə hakim qarşısında özlərini müdafiə etməyə icazə verilirdi. Hakimlərin qərar qəbul etməzdən əvvəl sübutlar əsaslandırılırdı. Roma işğalları nə vaxtdan başlayıb? Romanın işğalları Roma işğalları. Baxaq. Roma belə deyək, hər xidmət sağlanan kəndlərdən təşkil olunurdu. Sərt intizama malik 4500 nəfərdən ibarət legion adlanan qoşun hissəsi var idi. Ağır piyadalardan, ağır silahlı piyadalardan ibarət idi. Nəzərinizə çatdırım ki, Roma özünə tabe olan tayfalar arasında parçala və hökmranlıq et siyasəti aparırdı. Romanın birləşdirilməsi ilk dəfə eramızdan əvvəl 3-cü əsrdə
İtaliyanın birləşdirilməsi ilə başlayıb. Bu bir. Hamısını yazım, ondan sonra ətraflı şəkildə danışacağım. Eradan əvvəl 264, eradan əvvəl 146 Karfagen hansı əraziləri birləşdirib? Onları qeyd eləyəcəm. Pun müharibəsi haqqında sizin üçün geniş şəkildə danışacağım. Eradan əvvəl 146 Karfagen ərazisidir. Eradan əvvəl 146-cı ildə növbəti Makedoniya və Yunanistan işğal olunub. 4. Eramızdan əvvəl 30-cu ildə Roma. Çox üzr istəyirəm. Bir də eradan əvvəl 2-ci əsrdə Suriyanı işğal edib. Bu Romanın işğal prosesində apardığı, ya belə deyək, işğal nəticəsində tutduğu ərazilərdir. Eramızdan əvvəl 3-cü əsrdə ilk dəfə İtaliyanı birləşdirib. Eradan əvvəl 264-146-cı ilə Karfagenlə Pun müharibələri aparıb bunu qeyd edirəm. Pun müharibələri haqqında sizə məlumat verim. Pun müharibəsi nədir? Pun müharibəsi eradan əvvəl 264-dən 146-cı ildə Roma ilə Karfagen arasında baş verib. Müharibənin səbəbi nədir? Roma Respublikası və Karfagen Siciliya adasını tamamilə tutmaq istəyirdi hər ikisi. Roma və Karfagen Aralıq dənizinin qərbində ağalıq eləməyə çalışmasıdır. Müharibənin gedişi və nəticələri nə olubdur? Müharibənin gedişində Roma, yəni üstünlüyü əldə edən dövlət Romadır. Pun müharibələrinin gedişində Roma, Siciliya, Sardiniya, Korsika adalarını işğal edib. Karfagen şəhərini dağıdaraq Romanın əyalətini çeviribdir. Aralıq dənizinin qərb sahilləri Romanın hakimiyyəti altına düşüb. Əlavə qeyd kimi sual, buraya yazıram. Diqqətlə qulaq asaq. Sual nədir? Eramızdan əvvəl 2-ci əsr Roma. Söhbət 146-cı ildən gedir. Eradan əvvəl Karfagen məğlub edilləndən sonra. Eradan əvvəl 146-cı ildə Roma. Eramızdan əvvəl 5-ci əsr, söhbət 449-da Yunan Əhəməni müharibəsinin nəticəsində Yunanistanın qalib gəlməsindən gedir. Eradan əvvəl 2-ci əsrdə Roma, eradan əvvəl 5-ci əsrdə Yunanistan tarixinə aid oxşar cəhət Aralıq dənizində həm Yunanistanın, həm Romanın lider dövlətə çevrilməsidir. Növbəti. Roma, belə desə, Aralıq dənizinin sahillərini qüdrətli dövlətə çevrilib, biraz öncə qeyd elədiyim kimi. İstəyirəm bunu bir də qaytarım. Eradan əvvəl 146-cı ildə Makedoniyanı, Yunanistanı işğal edib. Eradan əvvəl 2-ci əsrdə Suriyanı işğal edib. Eradan əvvəl 30-cu ildə isə Romanı işğal edibdir. Bunları hamısını nəzərimizdə saxlayaq. Növbəti. Romada qladiator döyüşləri. Eramızdan əvvəl 3-cü əsrdə Gladiator döyüşləri keçirilib. Gladiator döyüşləri eradan əvvəl 3-cü əsrdən başlayaraq keçirilib. Gladiator döyüşləri nədir Romada? Buna diqqətlə fikir verək. Eramızdan əvvəl 3-cü əsrdə başlayıb. Sirkə oxşayan bir amfiteatr tamaşa yeri tikirdilər. Yəni böyük tamaşa yeri tikirdilər. Qumla tökülmüş arena idi. Nəzərinizə çatdırım ki, gladiator döyüşlərində güclü çevik qulları həmin qum tökülmüş arenada döyüşməyə məcbur eləyirdilər. Həmin ərazidə məcbur eləyirdilər və qalib gəlmiş qul, belə deyəyim, qalib gəlmiş və məğlub olmuş qul olurdu orada. Yəni belə deyim, döyüşkən qullar olurdu. Biri qalib gəldi, biri məğlub olurdu. Məğlub olan qulun taleyi bu gladiator döyüşlərində tamaşaçılardan asılı idi. Tamaşaçılar baş barmağını yuxarı qaldırardısa, məğlub olan qul sağ qalırdı, aşağı endirilirsə məğlub olan qul belə deyək, öldürülürdü. Qalib gələn qul tərəfindən öldürülürdü. Qıraq qardaşların islahatları nələrdir? Ora baxaq. Mesela bu qıraq qardaşları kimlərdir bunlar? Nə iş görüblər? Qıraq qardaşlar. Eradan əvvəl 133 Tiberi qıraq. Eradan əvvəl 123
Tiberi qıraq eradan əvvəl 123, 133, eradan əvvəl 123-nə qayqıraq islahatlar keçibdir. Demək, qul əməyin geniş tətbiqi nəticəsində Romada kəndlər daha da yoxsullaşıb. Bundan sonra kəndlər torpaqların ucuz qiymətə quldarlara məcbur satıblar. Amma eradan əvvəl 133-cü ilə xalq tribunu, biraz öncə qeyd elədim, xalq tribununu öldürmək qadağan idi. Xalq tribunu seçilən Tiberi qıraq yeni torpaq qanunu təklif edib. Tiberi qırağın ox işarəsini belə qoyuram. Bu Tiberiyə aid olan torpaq islahatıdır. Torpaq islahatının məzmunu nədən ibarətdir? Məzmunu, hansı məzmunu veribdir bu torpaq islahatında? Demək, 250 hektardan artıq torpaqdan heç bir varlı Romalı 250 hektardan artıq torpağa sahib ola bilməzdi, istifadə edə bilməzdi. 1. 2. Torpağın artığı alınıb həmişəlik yoxsullara paylanmalı idi, satılmalı yox. Sizə qəbul imtahanlarında testlərdə satılmalı yazacaqlar. Onu götürmürsünüz, düz cavab kimi paylanmalı idi. 3. Kəndlərə paylanılan torpaqları satmaq qəti surətdə qadağan olunur, varlı da o torpaqları ala bilməzdi. Senatın etirazlarına baxmayaraq xalq yığıncağı, belə desək, Tiberi qırağın bu torpaq məzmununu qəbul eləyir. Yəni yoxsulları torpaq paylamasına başlanır. Belə olduqda senatorlar Tiberiyə böhtan atır ki, onu təzədən padşahlıq dövrünü bərpa eləmək niyyətin olduğunu deyirlər. Ona şər atırlar. Böhtan atırlar və Tiberini öldürürlər. Eramızdan əvvəl 123-cü ildə xalq tribunu Tiberi qırağın qardaşı Qay qıraq seçilir. Qay qıraq, belə desək, xalq tribunu seçildikdən sonra kəndlilərə torpaq paylanmasını, yəni qardaşı Tiberi qırağın islahatlarını yenidən davam etdirir. Yoxsul kəndlərə dövlət anbarlarından ucuz qiymətə taxıl paylayır. Lakin Senat Roma şəhərinə, belə deyək, qoşun yeridirək, eradan əvvəl 123-cü ildə Qay qıraq və onun tərəfdarlarını öldürür. Və Tiberi qıraqla Qay qırağın islahatları yarımçıq qalır. Bundan sonra hansı proses baş verir? Həm Tiberi, həm Qay qıraq öldürüləndən sonra kəndlilərə torpaq paylanması dayandırılıbdır. Kəndlərin aldığı torpaqların satılmasına icazə verən qanun qəbul olunubdur. Varlılar o torpaqları kəndlilərdən satın almağa, kəndlilər də o torpaqları varlılara satmağa başlayıblar. Spartak üsyanı. Spartak üsyanı haqqında danışaq. Eramızdan əvvəl 74, eramızdan əvvəl 71-ci illərdə Spartak üsyanı baş veribdi. Spartak üsyanı baş veribdi. Spartak üsyanı. Baxaq. Demək, eramızdan əvvəl 74-71-ci ildə Spartak üsyanı baş verib. Spartak üsyanı Kapıya Qladiator məktəbində olan çevik qullar Spartakın başçılığı ilə, demək, həmən qul məktəbindən qaçıblar. Bundan sonra Vezuvi dağına sığınıblar və orada, belə deyək, Roma Respublikasına qarşı üsyan qaldırıblar. Senat bu üsyanı yatırmaqdan yana Mark Krasın başçılığı ilə, belə deyək, qoşun göndəribdir. Həmin qoşuna nəzərinizə çatdırım ki, belə deyək, Mark Krasın başçılığı elədi, yenidən böyük qoşun göndərilib. Mark Krasın müttəfiqi Pompey idi və eramızdan əvvəl 71-ci ildə Spartak üsyanı Pompeyin və Mark Krasın qoşunları tərəfindən sonuncu döyüşdə, belə deyək, Spartaka heç bir kömək olmadığı üçün Spartak həlak olubdu və Spartak üsyanı eradan əvvəl 71-ci ildə yatırılıbdı. Romada vətəndaş müharibəsi. Romada vətəndaş müharibəsi nə vaxt baş verib? Vətəndaş müharibəsində kimlər ümumiyyətcə iştirak edib? Müharibəsi. Eramızdan əvvəl 49-dan eramızdan əvvəl 30-cu illərə qədər vətəndaş müharibəsi davam edib. Bunun xüsusi kvadratları izah edin. Demək, Romada aramsız müharibələr Rom ordusuna dəyişikliyə səbəb olub. Rom ordusuna muzlulardan təşkil edilməyə başlayıb yeni üsulla toplanan ordu, demək, sərkərdilərə sədaqət andı içdirirdilər. Eradan əvvəl 1-ci əsrdə Romada hakimiyyətə gəlmək istəyən sərkərdilər arasında vətəndaş müharibəsinin səbəb olub. Spartak üsyanının yatırılmasından sonra sərkərdə, biraz öncə qeyd elədiyim kimi, Kras və Pompey Romada hakimiyyət uğruna mübarizəyə başlayıb. Bu mübarizəyə, belə desək, sonradan qoşulan Yuli Sezar özün konsul seçilməsinə nail oldu. Sezarın Romada konsulluq müddəti bitdikdən sonra senat onu, bax Sezarı, senat Sezarı Senat Sezarı Qaliya əyalətinə canişin təyin edibdir. Bunu yadımızda saxlayaq.
Galliyanı işğal etdikdən sonra Sezar belə deyək, Romada ali hakimiyyəti ələ keçirmək məqsədinin eradan əvvəl 49-cu ildə püş atılmışdır ifadəsini işlədir və respublikaya qarşı, yəni Sezarın Galliya qoşun yeritməsi, sərhəddən keçməsi respublikaya qarşı qiyam sayılır. Sezar Romaya hücumu zamanı hansı proseslər baş verir? Sezar əsas rəqibi senat qoşunlarını komandanlıq edən Pompey şəhərin müdafiəsini təşkil edə bilmir. Sezarın qoşunları Roma şəhərini, baxın qeyd edirəm, Sezarın qoşunları Roma şəhərini və İtaliyanın digər ərazilərini tutur. Sezar Pompeyin sonradan topladığı böyük ordunu da məğlub eləyir. Romada Sezar ilə Pompey tərəfdarları arasında gedən vuruşma vətəndaş müharibəsi adlanırdı. Amma hətta Senat Sezarı ömürlük diktator da təyin edir. Nəticədə Sezar rəsmi olaraq mütləq hökmdar, diktator olur. Sezara hökmdar kimi ehtiram göstərilməsini sübut edən amillər nələrdir? Onun heykəlləri, yəni Sezarın heykəllərini, Sezarın bir daha qeyd edirəm, diktator kimi fəaliyyət göstərməsinə səbəb olan amil nədir? Onun heykəlləri tanrıların heykəllərinin yanaşı qoyulurdu. Bir də metal pulların üzərində Sezarın belə desək şəkli həkk olunurdu. Sezar Romada Respublikası son qoymadı. Yəni son qoya bilmədi. Respublikanı monarxiya ilə əvəz etmək istəyi Sezarın öldürülməsinə səbəb oldu. Eradan əvvəl 44-cü ildə öz yaxın dostu Brut tərəfindən belə desək 23 xəncər zərbəsi vurularaq öldürülübdür. Roma artıq monarxiya yoluna bundan sonra qədəm qoymaqdaydı. Bundan sonra vətəndaş müharibəsi uğrunda kimlər mübarizə aparıbdır? Bunlar iki yaxın dost Oktavian və Antonid. İki yaxın dost idilər bunlar. Bunlar müttəfiq idilər. Demək, Oktavianla köməkçisi Antonid qüvvələrini birləşdirib Romada hakimiyyətə ələ alıb, respublikaçıları məğlub eləyib. Roma dövlətinin idarəsinin özarlarını bölüşdürürlər. Razılığa görə Oktavian belə desək, ölkənin qərb sərhədlərini Misir hökmdarı Kleopatra ilə evlənən Antonid dövlətin şərq sərhədlərini belə desək, idarə edir və İskəndəriyyə şəhərini yaşırdı. Lakin Oktavianla Anton arasındakı rəqabət, hakimiyyət mübarizəsi vətəndaş müharibəsinin növbətdə və səbəb olub. Eramızdan əvvəl 31-ci ildə Aksiburnu yaxınlığında dəniz döyüşündə Oktavianın hərbi qüvvələri, yəni dəniz donanması Antonini məğlub edir. Və eradan əvvəl 30-cu ildə belə desək, Oktavian qoşunları İskəndəriyyəni tutur bunun nəticəsində və Misir eradan əvvəl 30-cu ildə Misir Romanın əyalətinə çevrilir. Yəni Misir Roma tərəfindən işğal olunur. Bəs yaxşı, Romada imperiya dövrü nə vaxt yaranıbdır? Romada imperiya dövrü necə idarə olunubdur? Bunlara bir-bir baxaq. Romada imperiya dövrü. Romada imperiya yaranıb eramızdan əvvəl 27-ci ildən bizim eranın 395-ci ilinə qədərdir. ilinə qədərdir. Demək, eramızdan əvvəl 27-ci ildə ölkənin ilk imperatoru Oktavian Avqust idi. Oktavian Avqustun hakimiyyət dövründə, yəni eradan əvvəl 27, eradan əvvəl 14-cü ildə Oktavian Avqustun dövründə konsul və tribunlar Oktavian əmrlərini sözsüz yerinə yetirdilər. Yalnız onun təyin etdiyi adamlar senator ola bilərdi. Nəzərinizə çatdırım ki, 1-ci, 2-ci əsrlərdə Roma imperiyası öz qüdrətin zirvəsində idi. İmperatorların apardığı işğalçı müharibələrin nəticəsində Romanın ərazisi bildiyimiz kimi daha da genişlənir. Bəs yaxşı, Roma imperatoru Mark Trayanın dövründə hansı hadisələr baş verdi? Mark Trayan 98-dən 117-ci ilə qədər ki, dövrü əhatə edir. Mark Trayanın dövründə açar sözlər yazıram. Dunay çayın sahillərində qələbələrini şöhrət qazanıbdır. Bu bir. 2.
1115-1117-ci illərdə Mesopotamiya, Kiçik Asiyada Kilikiya, Ərəbistan yarımadasının bir çox hissəsini işğal edib. 3. Parfiyanın paytaxtı Ktesifon şəhərini ələ keçirib. Baxın, qeyd edirəm. Ktesifon haram paytaxtı Parfiya dövlətinin. Yəni, əgər sizə yazsa ki, Parfiya son qoyub, Parfiyanı işğal edib, bu səhvdir. Yalnız və yalnız Parfiyanın paytaxtı Ktesifon şəhəri ələ keçirilibdir. Lakin, belə desək, işğal olunmuş ərazilərdə baş verən üsyanlara görə Mak Trayan geri qayıtmağa məcbur olub, Trayan Parfiyanın fəthini başa çatdıra bilməyib. Bir daha qeyd edirəm, ərazilərdə Mak Trayana qarşı baş vermiş üsyanların nəticəsində Trayan geri qayıtmağa məcbur olub, Mak Trayan Parfiyanın fəthini başa çatdırmağa imkan verməyibdir. Nəzərinizə çatdırın. Növbəti. Romada imperiya dövründə hansı hadisələr cərəyan edib? Baxaq. Romada quldarlıq dövrü necə tənəzzül edib? Romada quldarlıq dövrü ümumiyyətlə belə desək, bu qədər inkişafdan sonra hansı proseslər baş verir? Roma elmi biliklərin inkişafı nəticəsində eynən Albaniyanın oxşar cəhətdə su dəyirmanları tikməyi öyrəniblər. Bu cavanlı, kotan və öküzlə hərəkət keçirilən biçin alətləri ixtira ediblər. Romada bizim eranın 2-ci və 3-cü əsrlərində belə desək, daxmalı qullar və kolonlar yarandı. Daxmalı qullar və kolonlar. Biraz xəttim pis düzülür sayın, amma hər dəfə yazdıqca qeyd edirəm. Daxmalı qullar və kolonlar yarandı. Demək, 2-ci, 3-cü əsrlərdə Romada quldarlıq qaydalarının mövcud olması texnikanın inkişafını ləngidir. Kənd təsərrüfatının tənəzzülünə səbəb olur. Bu dövrdə daxmalı qullar və kolonların, yəni daxmalı qulların xüsusilə yaranmasının səbəbi nədir? Demək, qulların öz əməyinin marağını artırmağa görə düşündülər ki, artıq qullara ailə qurmağa və daxma tikməyə icazə versinlər. Sizə daxmalı qullar haqqında məlumat verim. Daxmalı qullar azad deyildi, asılı qullar idi. Daxma tikməyə və ailə qurmağa icazə verilirdi. Kiçik torpaq sahələri və əmək alətləri var idi. Əldə etdiyi məhsulun bir hissəsini sahibinə verdi, qalan hissəsini özünə götürdü. Kolonlar azad və icarədar kəndlərdə qullara nisbətən azad icarədar kəndli idilər. Qullara nisbətən daha yaxşı işləyirdilər. Daxmalı qullar kimi bu bunların oxşar cəhətidir, oxşarlığıdır. Daxmalı qullar kimi əldə etdiyi məhsulun bir hissəsini sahibinə verirdi. İmperator Konstantin hakimiyyəti dövründə. Hakimiyyət dövründə hansı proseslər baş verir? Demək, Roma şəhərini sevməyən var. Nadir hallarda orada İmperator Konstantin, belə deyək də, hakimiyyət dövründə hansı proseslər baş verir? Bu insan Roma şəhərini sevmir. Demək, Roma şəhərində sevmədiyinə görə 330-cu ildə paytaxtı Yunan şəhəri olan Vizantiya köçürüb. Bizim eranın 330-cu ilində. Paytaxt elan edib. Demək, yeni paytaxt onun şərəfinə Konstantinopol adlandırılıbdır. Məsələ nədən ibarətdir? Demək, indi kitabların təzə nəşrlərdən çıxarıblar, amma mən sizin üçün hər ehtimala qarşı qeyd edəcəm. 313-cü ildə İmperator Konstantin dövründə Xristianlıq ölkədə rəsmi din kimi qeyd olunubdur. Bu məsələ qeyd edirəm, yadınızda saxlayın. Bu kitabınızda yoxdur. Bəs yaxşı, Roma imperiyasının nə vaxt parçalanıb? Roma imperiyasının parçalanma prosesi necə gedibdir? Bax. Roma imperiyasının parçalanması. Roma imperiyası demək barbarların Roma imperiyasının sərhədlərinə demək hücumları güclənir. Romalılar və Yunanlılar dillərini başa düşməyən adamlar barbarlar, əcnəbi, anlaşılmaz dildə danışan adlandırıblar. Hətta 4-cü əsrin 2-ci əsrində Hunların məğlub etdiyi German tayfaları Roma imperiyası ərazilərinə daxil olurlar. Demək, 395-ci ildə Romanın ərazisi 2 hissəyə bölünür. Bunlardan biri Qərbi Roma adlanır və 476-cı ilə qədər mövcud olur. Digəri isə Şərqi Roma və yaxud da digər adı ilə Bizans
1453-cü ilə qədər mövcud olur. Qərbi Roma 476-ya qədər İtaliya, Avropa və Afrikanın qərb əyalətlərini əhatə edir. Şərqi Roma 1453-ə qədər mövcud olub, Bizans adlanırdı. Balkan yarımadası, Misir və Romanın Asiyadakı ərazilərini əhatə eləyirdi. Bəs yaxşı, Şərqi Roma haqqında biz gələcəkdə Bizansı keçəndə dərslərimizdə bu haqqında daha geniş məlumat verəcək. Bizə hal-hazırda lazım olan Roma Qərbi Romadır. Qərbi Roma. Bir daha qeyd edirəm, 395-də Roma imperiyasının parçalanması nəticəsində yaranıb, 476-cı ilə qədər mövcud olubdur. 5-ci əsrdə German tayfaları və Vestgotlar, Vandallar Hunların hücumlarına tab gətirməyərək Roma imperiyasının Qalliya, İtaliya, İspaniya ərazilərini qarət edir, Şimali Afrikaya keçibdir. Yenə 5-ci əsrin ortalarında bu dəfə Hunlar, bunun Qərbi Hun dövlətinə daha geniş şəkildə keçəcək. Hunlar Roma şəhərinə hücum ediblər. Sülh danışıqları aparmaq üçün Roma papasının başçılığı ilə Qərbi Hun hökmdarı Attillanın düşərgəsinə nümayəndələr göndərilib. Onlar Attiladan Romanın öz himayəsini almağı xahiş ediblər. Attila bu təklifi qəbul edib və Roma şəhərinə toxunmayıb. Bir daha qeyd edirəm, Qərbi Hun dərsində bunu daha geniş şəkildə izah edəcək. 455-ci ildə Vandallar Roma şəhərinə yürüşün nəticəsində Roma şəhərini tutub qarət eləyiblər. 10 minlərlə Romalını öldürüblər. Yəni Vandal sözün mənası belə deyək, vəhşi mədəniyyət abidələrinin dağıdan mənası verir. Yəni o mənaya gəlir. Qərbi Roma imperiyası necə süqut eləyib və kimlər tərəfindən süquta uğradılıbdır? (476-cı ildə ilə Germanların Vandal tayfalarının birinin başçısı imperatoru taxtdan salınması ilə, yəni Germanların belə deyək, Qərbi Roma imperatorunun taxtdan salınması ilə Qərbi Roma imperiyası süqut edibdir. Nəzərinizə çatdırım ki, 476-cı ildə baş verən hadisələr nədir? Qərbi Roma imperiyasının süqut etməsidir. Süqutu 1. 2. Qədim dünya tarixi başa çatıbdır. 3. Avropada quldarlıq sona çatmış və yerinə feodalizm cəmiyyəti yaranmışdır. Bunları hamısını diqqətlə nəzərimizdə saxlayaq və bilək. Əziz abituriyentlər və müəllimlər, ümid edirəm bu dərs haqqında müəyyən məlumatlarımızı əldə edə bildik, bilmədiklərimizi yadımıza saldıq. Bir daha qeyd edirəm, əməyə sayğı olaraq kanalımıza abunə olaq. Bundan sonraki əgər sizə qaranlıq qalan hər hansı bir dərs varsa, onları da rəyə yaza bilərsiniz. Həmin dərsləri izah edə bilərik. Çox sağ olun diqqətiniz üçün. Minnətdaram. Bu günlük bu qədər.